Rusiyadan ölkəmizə pul köçürmələrində kəskin azalma var. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir. Belə ki, ötən il fiziki şəxslərin Rusiyadan Azərbaycana pul köçürmələri 2023-cü illə müqayisədə 17,4% artaraq 496 milyon 753 min dollar olub. Vətəndaşlar deyirlər ki, əvvəllər Rusiyada işləyənlərin sayı da çox idi, orada əldə etdikləri qazanc da qənaət bəxş hesab olunurdu. Ancaq son bir neçə ildə vəziyyət xeyli dəyişib. Pul axınının azalması xüsusilə bölgələrdə özünü daha qabarıq göstərir. Mən də özümün kəndində qohumlarımda var, gedənlərimiz var idi. Oradan pul göndərilmir. Zəiflik nəyə görə? Müharibəyə görədir. Alverimiz olmur. Başqa şeylərdən bizim pulumuz çıxmır. Bölgədə olan müharibənin təsiri daha çoxdur. Onlardan biz daha əvvəlki pulların gəlişini ummalı deyilik. Tovuz sakinləri də əvvəl rayondan Rusiyaya iş üçün gedənlərin çox olduğunu deyirlər. Son bir neçə ildə isə işləmək üçün gedənlər də rayona qayıdıb. Gənclərimiz ora getməkdən imtina edirlər. Tanıdığım 5-10 nəfər var idisə, hal-hazırda 2-3 nəfər olmaya bilər. Rublun da aşağı düşməyi təsir elədi. Demək olar ki, əvvəl yaxşı idi. Hal-hazırda müharibə dövrünə görə indi heç bir gediş yoxdur, dayanıqdır. Həm də ki, pulun aşağı düşməsindən bağlı gedib işləməklərinə dəymir. Çox idi gedənlər, cavanlardan da var, yaşlı nəsillərdən də gedib gələnlər vardı. İndi hal-hazırda hamısı buralardadır, yəni gedib gələn yoxdur. İqtisadçı Xalid Kərimli deyir ki, Rusiyadan Azərbaycana gələn pul vəsaitlərində 2021-ci ildən başlayaraq dəyişiklik müşahidə olunur. 2023-cü ildə isə bu vəsaitlər hər il kəskin şəkildə aşağı düşüb. Ekspert ixal olunan vəsaitlərdə azalmanın əsasən Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğunu bildirib. Əgər 2021-ci ildə ölkəyə 623 milyon dollar Rusiyadan vəsait daxil olmuşdursa, bu 2022-ci ildə 3 milyarda yaxın vəsait idi. 2023-cü ildə isə bu azalaraq 1 milyard 48 milyon dollar olub və 2024-cü ildə rəqəm 500 milyon dollara qədər azalır. 2024-cü ildə azalmanın və bu 2025-ci ildə prosesin davam etməsinin əsas səbəblərindən biri Rus rublunun kəskin dəyər itirməsi idi. Xalid Kərimlinin sözlərinə görə, Rusiyada ümumilikdə miqrantlara qarşı sərt mövqenin sərgilənməsi xeyli sayda Azərbaycan vətəndaşının da ölkəyə qayıtmasına səbəb olub. Təbii ki, bu göndərişlər Azərbaycanda iqtisadi aktivlik üçün mühüm amil idi. Çünki Azərbaycanın rayonlarından Rusiya bazarında, Rusiyada işləməyə gedən həmvətənlərimiz ailənin ehtiyaclarına uyğun olaraq dəqiq o sosial yardım göndərmiş olurlar ki, bu həmin ailələrin Azərbaycan ərazisində həmin ailələrin, xüsusən də regionlarda bu ailələrin iqtisadi aktivliyinə, işgüzar aktivliyinə, alışlarına mühüm təsir göstərirdi, onların sosial problemlərin həllində rol oynuyordu. Xalid Kərimli onu da bildirdi ki, azalmaların iqtisadiyyata olan zərərlərinin azaldılması üçün əsasən məşğulluq, ticarət və tikinti sektorlarına diqqət daha çox ayrılmalıdır. Ölkəyə pul köçürmələrinin azalmasının mənfi təsirini iqtisadiyyatın məhz bu sektorlarında daha çox göstərir ki, bu istiqamətlərə dair sığortalayıcı və stimullaşdırıcı tədbirlər gücləndirilməlidir. Xələf Xələfov, Ruslan Abdulov, Cümşüd Məmmədov, Kənan Qafar, Xəbər ertəsi.